Allah Subhanahu taala Bəqərə surəsində buyurur ki: "Və mə tunfiqun min xeyrin fəli anfusukum. Və mə tunfiqun illə ibtiğa'a vechillahi və mə tunfiqun min xeyrin yuaffa ileykum və entum la tuzlamun." Xərclədiyiniz hər bir sədaqə özünüz üçündür. Siz onu ancaq Allahın üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər. Yəni Quran Bəqərə surəsində nazil etmiş və alimlər bu ayənin təfsirində buyururlar ki, Bəsri rəhməllah buyurur ki, hər bir mömin elədiyi sədaqəni, yəni xeyri ancaq özü üçündür. Hər hansı bir əməl edirsə, bir sədaqə edirsə, onun xeyri ancaq onun özünədir. Əta Əl-Xurasan isə buyurur ki, bu ayənin təfsirində buyurur ki, mömin hər hansı bir əməl edərsə, bir sədaqə edərsə, bir yaxşı iş görmüş olarsa, özü üçün rızasını Allahdan umaraq bunu etməyə çalışmalıdır. Lakin ola bilər ki, bir insan, bir mömin bir sədaqə verərkən, sədaqə verdiyi kimsə, mömin bir kimsə də ola bilər, itaatçar da ola bilər və günahkar da ola bilər. Bu, ona heç bir günah gətirməz. Ona günah yazılmaz, əksinə ona savab yazılar. Sonra isə alimlər bu ayənin təfsirində İmam Buxarıda gələn hədisi gətirirlər. Demək, hədisi Əbu Hüreyrə rəvayət edir. Əbu Hüreyrə Peyğəmbərdən rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu ki, demək, bir kişi, Bəni İsraildən olan bir kişi gecə niyyət edir ki, mən çıxacam, sədaqə edəcəm. Çıxıb sədaqə verəcəm və bunu çox ürəkdən istəyir eləməyə və gecə çıxır, adam axtarır ki, sədaqə etsin. Və bir nəfər buna rast gəlir və bu sədaqəni ona verir. Və sonra çıxıb gəlir, səhər asılır, səhər işləyir ki, insanlar danışırlar ki, buraya sədaqə verilib. Dünənlər gecə bir oğruya sədaqə verilib. Bunu eşlər həmən kişi, yəni o da bir təqvalı, mömin bir kişi olur və kişi yəni bundan məmnun olmamasına baxmayaraq Rəbbinə həmd edir. Deyir ki, həmd olsun Allaha ki, bu sədaqəni verdim. Sonra gecə ikinci gündə gecə gəlir və yenə də qəlbinə gəlir ki, bu Allah yolunu sədaqə etsin və deyir ki, yox, gecə çıxacam və Allah yolunu sədaqə edəcəm. Və çıxır, bir nəfər qadına rast gəlir və həmən qadına sədaqə edir. Və gecə gəlir, yaxdı səhər açılır, yenə də eşidir ki, cəmaət danışır ki, bu qadın zinakar bir qadındır. Yenə də həmən mömin ki, Rəbbinə həmd edir ki, Rəbbim sənə həmd olsun ki, bu sədaqəni etməyə müvəffəq etdin. Sonra üçüncü gecə gəlir, yenə üçüncü gecədir həmən kişi yenə də niyyətlənir ki, niyyət edir ki, gecə çıxacam və şiddətlə bunu istəyir, gecə çıxacam və Allah yolunu sədaqə edəcəm. Və bir nəfərə rast gəlir, həmən kişiyə o sədaqəni edir və geri dönür. Gecə yatır, səhər asılır və səhər asılandan sonra eşidir, cəmaət danışır ki, gecə demək bir varlı zənginə sədaqə edilir. Kişiyə deyirlər ki, İmam Əhməd deyir ki, kişi yatır, yuxuda görür. Kişi yatır, yuxuda görür ki, ona deyilir ki, sənin etdiyin sədaqə qəbul edildi. Kişiyə belə deyir ki, sənin etdiyin sədaqə qəbul edildi. Və alimlər bu hədisin şərhində, bu ayənin təfsirində və şərhində deyirlər ki, bir insan həqiqətən də niyyət edərsə ki, o niyyətinə görə savab qazanmaqla bərabər ikinci savabı, burada iki əcri var. Yəni, alimlər deyir ki, burada iki əcri var. Çünki kişi o qədər niyyətlənmişdi ki və səmimidir ki, çıxdı həmən adama, o kişiyə, birinci oğruya verdiyi adam, sədaqə verdiyi adam oğru olmasına baxmayaraq, Allah Teala ona iki əcr yazır. Səbəbi nə idi? Çünki niyyətlənmişdi ki, sədaqə etsin. Və alimlər deyir ki, ola bilsin ki, həmən oğru adam öz əməlindən çəkinib, tərk edib, bu yeni bir əmələ, yəni yaxşı bir əmələ qədəm qoya bilərdi. Ona görə də bu kişi, alimlər deyir ki, bu kişi iki əcr qazanır. Birinci, niyyət etdiyi savabı qazanır. İkinci isə həmən kişi oğruğu tərk edib, bu səmələ tərk edib, yeni bir əmələ, yəni onu ibrət götürüb, yeni bir əmələ, yəni ki, ibadətləri, itaətə başlaya bilər, ola bilsin, başlasın və burada iki əcr ona yazılır. Həmçinin zina edən qadın barədə də beləcək. Ola bilsin, deyir, orada alimlər deyir ki, ehtiyacı var idi, o ehtiyac sahibi idi və kişinin bu əməlinə görə, niyyətinə görə qadın da ola bilsin, zinaya düşmüşdü. Lakin kişi ona sədaqə edir və qadın da sədaqanın alınından sonra ola bilsin ki, o əməlindən həmən pis əmələ tərk edir və neyinir? Yeni bir əmələ tərk edib, yəni ibadətlər, itaətə başlayır. Və burada yenə də həmən kişiyə iki əcr yazılır. Birinci, niyyət etdiyi əməlin əcri, ikinci isə
həmən insanın ibrət götürülməsi. Və üçüncü kişi də həmçinin həm hansı ki o kişiyə sədəqə etmişdi, varlı adam idi, həmçinin ona da bu əməl bir ibrət oldu. İbrət oldu ki, kasıb bir insan, kasıb olmasına baxmayaraq Allah yolunda sədəqə edir və varlı zəngin isə niyə bu əməli etməsin? Burada bir qayda gətirirlər. Daha doğrusu bunun hədislə də dəlili var. Buna alimlər də sünnətül həsənə deyirlər. Necə ki, sünnət-i səyyyə var, həmçə sünnət-i həsənə var. Sünnət-i həsənə nə deməkdir? Sünnət-i həsənə yəni gözəl bir yol, gözəl bir sünnətdir. Gözəl bir yol qoymaq deməkdir mənası. İmam Nəvəvi deyir ki, sünnət-i həsənə o deməkdir ki, bir insan İslamda əsası olan bir şeyi başladarsa, ona həm niyyət etdiyi əməlin savabı veriləcək. Həm də ikinci savabı odur ki, o başladığı əməli davam edəcəksə, qiyamətə qədər ona savab yazılacaq. Necə ki, bunun dəlili hədisdə gəlir. Peyğəmbərimiz sallallahu aleyhi ve selləm səhv etmirəmsə, İmam Müslimin hədisində gəlir ki, buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve selləm kim İslamda bir əməli başladarsa, o əməlin savabı, həm də ki, ondan sonra onu əməl edənlərin savabı yazılar. Həmçinin əksinə, kim sünnəti səyyə edərsə, yəni ki, bir günah əməl edərsə, onu həmin günah, həm də ki, onu edənlərin günahları ona yüklənir. Və yəni, hədislə də bunun dəlili vardır ki, sünnətül həsənə bir qaydadır. Və həmçinin sünnəti səyyədə belədir, onun əksidir ki, kim bir pis əməl edərsə, o əməl edərsə, bu günah ona yazılar. Necə ki, Şeyx Süleyman Ruhayli də bu hədisin şərhində buyurur ki, həqiqətən də çox acayibdir, qəribədir ki, insan baxmayaraq ki, həmən kişi, İsraildən olan həmən mömin kişi əməlin özünə niyyət etmişdi. Lakin Allah Taala'nın lütfündəndir ki, ona 2 əcr, 2 savab yazılır. Birinci, niyyət etdiyi əməlin savabı, ikincisi nədir? Ondan sonra onu kimlər edirsə, həmən o savabları qiyamətə qədər onun savabı həmən adama gələcək. Həmçində ki, bu günah əməllərdə də belədir. Bidət həsənə var, bir də ki, bidət səyyə var. Yəni, gözəl bidət var, bir də ki, pis bidət var. Bunun mənası nədir? Bəzən insanlar bunun mənasını tam başa düşmürlər, alimlərin qəsdlərini bilmirlər. Burada söhbət nədən gedir? İmam Şafi burada açıqlayır ki, gözəl bidət odur ki, İslamın əsası olan, yəni Quran və sünnət əsası olan bir əməli başlatmaq. Məsələn, necə ki, Şeyx Süleyman Ruhayli deyir ki, bir insan gələr, məsələ namaz qılar, yəni duha namaz qılar, bir əməl edər. Halbuki insanlar ondan xəbərsiz olarlar. O sünnəti başladarsa, kimsə ona baxıb o əməli etməyə başlayarsa, hətta özü belə qəsd etmədən, belə niyyət etmədən o adama o əməli etdiyinə görə, başqaları da o əməl etdiyinə görə ona dayanmadan savab yazılar. Halbuki Allahın lütfündəndir ki, insan heç niyyət etməmişdi. Yəni, niyyət etmişdi ki, bəlkə də gəlmişdi məscidə namaz qılsın, öz Allahdan bir dua etsin, istəklərini istəsin. Lakin orada bir gözəl bir əməli, dindən olan bir əməli göstərir insanlara və insanlar da həmən sünnəni yerinə yetirirlər. Və bu sünnə də davam edirsə, qiyamətə qədər də həmən adama 2 savab yazılır Allahın lütfü ilə. Dediyim kimi də İmam Şafi gözəl tərif verdi və həmçinin İmam Şafi tərifi verməsi səbəblərin biri də oldu ki, İmam Şafi buyurur ki, gözəl bidət dedilər, burada lüğəti mənada söhbət gedir. Necə ki, Ömər ibn Xattab Allah ona razı olsun, təravih namazlarını cəmaatı cəm etdi və qıldırandan sonra dedi ki, bu necə gözəl bir bidətdir. Belə dedi. Bu əlbəttə bu söz lüğəti mənadır. Şəri mənada isə hədislərdə gəldi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər xutbədə deyərdi ki, bidət zəlalətdir, hər zəlalətsə oddadır. Yəni külliyən bütün bidət zəlalətdir. Lakin əsası olan bidət, yəni ki, burada lüğəti mənadadır. Ömər ibn Xattab da bu sözü lüğəti mənada demişdi. Həmçinin də Ömər ibn Xattabın əməlini gətirir və göstərir ki, bəli, Ömər ibn Xattabdan qabaq Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təravih namazı cəmaət şəklində qılmışdı. Lakin insanlara məşəqqət olmasın və insanlar bunu vacibat kimi başa düşərlər və nə etdi? O namazı saxladı, sonra isə kimisi evdə qalsın, kimisi tək-tək qalsın. Və İmam Şafi də bunu gətirir ki, və buradan dəlil gətirir ki, bəli, gözəl bidət dedikdə, yəni ki, imamın qəsdi budur. Bəzən bidət əhli, sufilər və bidətçilər, digər bidətçilər bunu başa düşmürlər. Bu sözü alimlərin sözünü, imamların sözünü götürürlər və istədikləri nəfslərinə uyğun olaraq insanlara azdırmağa çalışırlar. Lakin burada dediyimiz bidət lüğəti mənadadır. Amma pis bidətə gəldikdə isə, yəni bidətül məmduh var, bir də bidətül məzmuh var. Yəni qınanılan bidət budur, pis bidətdir. Hansı ki, orada söhbət nədən gedir? Dində əsaslı olmayan, Quran və sünnədə heç bir o barədə bir şey dəlil yoxdur. Nə Allahın kitabından, nə Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə bir şey əməl etməyib, lakin insanlar bu bidəti çıxarırlar
və məsələn digər bidətlər kimi mövlud, məsələn digər bidətlər çoxdur məsələn eləyirlər. Və bu bidətlər yəni ki pis bidətlər sayılır. Allah Təala bizi hər cür pislikdən, şərdən, bidətdən qorusun. Allah bizi eşidib faydalı qullarından eləsin. Amma bihamd əşhədü ən la ilahe illə ənt, əstəğfiruke və etûbü ileyk.